Ölkəmizdə ərzaq məhsullarının ixaldan asılılığı 70-75% arasında dəyişir. Bu isə hər il milyonlarla valyutanın ölkədən kənara çıxması deməkdir. Maraqlıdır. Bir çox qida məhsulunun ölkəmizdə istehsalı mümkündürsə, niyə hələ də bu sahədə ixaldan asılılıq var? Suala əməkdaşlarımız cavab axtarıb. Tarixən yeyib-içmək həvəskarı olan azərbaycanlılar vətənin çörəyini yeyib, suyunu içməyi özünün həyat tərzinə çevirib. Lakin bu obrazlı ifadə deyəsən tədricən qürbətin çörəyini yeyib, suyunu içmək ifadəsi ilə əvəzlənir. Ona görə ki, Dövlət Gömrük Komitəsinin göstəricilərinə əsasən, ötən il ixal olunan mallar əsasən yeyinti məhsullardır. Təkcə 92 milyon dollardan artıq vəsait, kərə yağı və süddən hazırlanan məhsullar üçün xərclənib. Digər ərzaq malları da ixaldakı mövqelərini möhkəmləndiriblər. Maraqlıdır, iqlim cəhətdən əlverişli ərazidə yerləşən Azərbaycanda bir çox qida məhsulunun istehsalı mümkünkən, ölkəmiz niyə hələ də bu sahədə ixaldan asılıdır? Azərbaycanın ixaldan asılılığı, ərzaq məhsullardan ixaldan asılılığı təqribən 70-75% arası dəyişir. Uzun illərdir ki, bu rəqəmlər civarındadır. Bunun əsas səbəbləri yerli istehsalın istənilən templərlə artmamasıdır. Yəni, kənd təsərrüfatına böyük diqqət yetirilir, böyük proqramlar qəbul olundu bu illər ərzində. Dotasiyaların həcmi və verilməsi istiqamətləri yaxşılaşdırıldı keyfiyyət olaraq. Amma bu da yetərli deyil. Ən böyük problemlərindən biri aqrar sahədə çalışanların uzun müddətli və aşağı faizli kreditlərin olmamasıdır. Ekspertlər deyirlər ki, ixaldan asılılığının obyektiv səbəbləri də var. Əsas səbəblərdən biri Azərbaycanda su ehtiyatlarının azlığının aqrar sahədə yaratdığı çətinliklərdir. Qida məhsullarında ixaldan asılılıq isə hər il 100 milyonlarla valyutanın ölkədən kənara çıxması deməkdir. Daha bir problemlərdən biri odur ki, Azərbaycanda ümumiyyətlə əhalinin gəlirlərinin ərzağa xərclənən hissəsi çoxdur. Bu o deməkdir ki, biz daha çox ərzağa pul xərcləyiriksə, həmin vəsait valyutaya çevrilib ölkədən çıxır. Çünki biz ixaldan asılıyıq. Daha çox xaricdən məhsul almağa çalışırıq, yəni öz ehtiyaclarımızı ödəmək üçün. Amma daxili istehsal artsa, həmin ərzağa xərclənən vəsait ölkə daxilində dövriyə edə bilər və bu əlavə dəyər, əlavə gəlir, əlavə fürsətlər yarada bilər. Əhalinin gəlirlərinin əsas hissəsinin ərzaq məhsullarına sərf olunması isə digər sektorlarda iqtisadi durğunluqla nəticələnir. Ekspertlər bildirirlər ki, problemin həlli üçün vacib məsələlərdən biri kənd təsərrüfatında təşviq siyasətinin gücləndirilməsi, yəni aşağı faizli və güzəştli kreditlərin həcminin artırılmasıdır. İndi isə ümid qida təhlükəsizliyi ilə bağlı məsələlərin həllinə qalıb. Ümid edək ki, xarici ərzaq məhsullarının qida rasionumuzdakı payı öz istehsalımız hesabına ildən ilə azalacaq.